Salam Reala baxırsınız və biz sizə ən son məlumatları Almaniyanın yaşıl paytaxtı Bonn şəhərindən çatdırmaqda davam edirik və artıq bugündən etibarən SP62, yəni tərəflərin subsidiar konfransı burada keçirilir və bu konfransı əhəmiyyətli edən cəhətlərdən biri ondan ibarətdir ki, məhz COP29 zamanı əldə olunan nailiyyətlər və COP29-dan Bakıdan Beləmə gedən yol istiqamətində burada bir sıra müzakirələr aparılacaq və mən hazırda istərdim ki, sizə ətrafı göstərim. Biz hazırda Bonn şəhərində, Almaniyanın Bonn şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının iqlim məsələləri üzrə baş ofis qərargahındayıq və burada səhər saatlarından etibarən məhz qeydiyyat işlərinə başlanılıb və bu qeydiyyat zamanı da burada 5000-dən çox nümayəndənin iştirak edəcəyi də proqnozlaşdırılır və eyni zamanda COP29 sədrliyi də burada aktiv şəkildə fəaliyyət göstərəcək. Mən əslində bir məqamı xatırlatmaq istərdim ki, bu konfrans təxminən 2 həftə müddətində davam edəcək və bu da bizə mini COP kimi bir məsələni burada bizə xatırladır və burada da bir sıra broşurlar təqdim olunur və mən istərdim ki, həmin broşurlardakı yazıları da sizin diqqətinizə birazdan çatdırım ki, burada xüsusi olaraq COP29-un uğurları və eyni zamanda da məhz Bakıda əldə olunmuş nailiyyətlər barədə də burada ətraflı məlumatlar verilib. Bununla yanaşı COP29 sədrliyi də burada aktiv şəkildə iştirak edir və geniş tərkibdə buraya qatılıblar və konfrans zamanı da məhz onların burada həm sərgi pavilyonları, eyni zamanda demək danışıqlar və bir sıra digər fəaliyyətləri də burada öz əksini tapacaq və bununla yanaşı buradan qoyulan bütün belə deyək sizə iqlim üzrə fəaliyyətlər, bilirsiniz ki, COP bir prosesdir, bir tədbir deyil və məhz bu il ərzində, yola saldığımız müddət ərzində məhz COP29 sədrliyi olduqca müxtəlif iqlim fəaliyyətləri üzrə keçirilən konfranslarda və digər belə deyək ki, tədbirlərdə iştirak ediblər və bu isə Bonnda keçirilən, operatorımızdan xahiş edəcəm gəlsin, Bonnda keçirilən məhz bu tədbir iqlim fəaliyyəti üzrə ən çox və ən mühüm hadisələrdən biri kimi hesab olunur və bununla yanaşı mən az əvvəl vurguladığım broşurlar haqqında sizə məlumat vermək istəyirəm. Excuse me, can I have one please? Thank you. Thank you. Və məhz burada da Birləşmiş Millətlər Təşkilatının buraxdığı broşurlardır və bu broşurlarda ən çox sevindirici məqamlardan biri ondan ibarətdir ki, məhz burada Azərbaycanın keçən ilin noyabrında keçirilən COP29 zamanı demək əldə etdiyi nailiyyətlər və məhz 10 il sonra Paris İqlim Sazişinin tam bərqərar olması və yekdilliklə qəbul olunan karbon bazarları demək qanununun demək işə salınması, eyni zamanda itki və zərər fondunun tamamilə maliyyələşməsi və Bakının 3 dəfə artırdığı iqlim fəaliyyəti üzrə və mitigasiya və adaptasiya üçün lazım olan tədbirlərin məhz burada hesabatı bir növ təqdim olunub və siz də hazırda izdihamı görürsünüz. Mən istərdim ki, sizə çöl tərəfdən də göstərim ki, insanlar artıq qeydiyyata başlayıblar. Texniki məsələlərə görə üzr istəyirik. Başlayıblar və 5000-ə yaxın şəxs burada iştirak edəcək və bununla yanaşı burada nümayəndə heyətləri də yer alacaqlar. Hələlik mənim sizə Bonndan çatdıracaqlarım bunlardan ibarət idi, lakin irəliləyən saatlarda sizə konfrans barədə daha ətraflı məlumatları çatdırmaqda davam edəcəyik. Odur ki, reallığı izləməkdə davam edin.